dostlar, sizinle ben koreograf, rəqqas, Nail Qəhrəmanov və bugünkü dərsimiz ritim rəqsi olacaq. Toyda biz necə ritm edək, bunu sizə öyrədəcəm və çox uzatmadan keçək rəqsimizə. İlk növbədə biz təbii ki, ütülənmə hərəkəti öyrənməliyik. Başlayaq. Yanırıq bu qaydadan və edirik pəncə ilə. 1, 2, 3. 1, 2, 3. Yandan göstərirəm. 1, 2, 3. 1, 2, 3. Və bu hərəkəti öyrənəndən sonra keçirik əsas hərəkətlərə. Başlayaq. Yanırıq bu qaydada. Edirik. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. İndi isə keçid alaq əllərə. Əllər bu qaydada. 1, 2, 3, 4. Ayağın bir yerdə. Sağ ayak gedəndə sol əl keçir baş arxasına. Yəni 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. Əla. İndisi keçək ikinci hərəkətə. Ayak keçir arxaya. 1, qabağa 2. 1, 2, 3. 1, 2, 1, 2, 3. İndi isə əllər. Burada isə hansı ayaq keçir arxaya, həmən əl keçir baş arxasına. Yəni ki, sağ ayağına sağ qol. 1, 2, 3, 4. Ayağla bir yerdə. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3 və 1, 2, 1, 2, 3. Ümid edirəm sizdə alındı. İndi isə gəlin bu iki hərəkəti birləşdirək. Edirik. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3 və 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3 və 1, 2, 1, 2, 3. Və buradan təzdən keçid ala biləsiniz bu hərəkətə. Əla dostlar, iki hərəkəti biz öyrənmişik. İndi isə bunu praktik etmək lazımdır ki, biz daha da sürətli edə bilək. Gəlin, yoxlayaq. Tövsiyə görürəm, ilk növbədə əlsiz eləyək. Yanırıq, edirik. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. Və əziz dostlar, bu hərəkəti edərkən biz təkan da verə bilərik. Necə yəni təkan? Biri var biz belə eləyək. Biri də var biz biraz təkan edilir. Yəni ki, hoppanırıq. Yəni ki, bu ayaq buraya gələndə biz hoppanırıq. İndi isə gəlin ayaqlarla və əllərlə bir yerdə edək. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, stop! Əla dostlar, ümidvarım sizdə də alındı. İndi gəlin bunu musiqi ilə edək. Başlayaq. Əziz dostlar, ümidvarım ki videomu bəyəndiniz və ümidvarım ki bu videodan faydalanacaqsınız. Belə videoları çox gəlməsi üçün sizdən çox xahişim var. Kanala abunə olub, ən əsasda video like atın, yorum yazın. Abunə olmasanız da olur, canınız sağ olsun. Ən əsas bu videonun sonuna qədər baxın və yorumu bildirin. Təbii ki, like da atın. Hələlik.